Əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. 3 sotda şəxsi tikili belə bir ayetimiz satışa çıxıb. Kupçalı evdir. Nəhəng bir evdir dəyərli dostlar. 3 mərtəbədən 6 hissəsi qarajdan ibarətdir. Qapısının ağzına kimi asfalt yoldur. Həyətyanı sahə bu qaydadadır. Giriş darvazası solda besetkası. Besetka da elə düzəldilib ki, onun kənarını cam balkonla bağlayıb yay mətbəxi də edə bilirsiniz. Evin çöl görünüşü bu qaydadadır. Sonda sizə evin alt hissəsinin, qaraj hissəsinin və ehtiyat otaqları göstərəcəm. Hər mərtəbəsi 120 kvadrat metrdən ibarətdir. Onun 30-a torpaqdır. Evin sağı ilə, solu ilə, arxası ilə məsafə gözlənilib. Deməli, 4 bir tərəfinə keçid etmək mümkündür. Şəxsi tikili evdə ancaq kolon və rigerlər vasitəsilə inşa olunub. Hər mərtəbəsi monolit betondur dəyərli dostlar. Bir də həyətyanı sahəyə baxaq, keçək daxili təqdimata. Belə bir həyətyanı sahə var. Sonda sizə evin qeyd etdiyim kimi ehtiyat hissəsində göstərəcəm. 6 əsas otaq, 3 ədəd köməkçi otaqdan və qaraj sahədən ibarətdir. Yüksək keyfiyyətlə tikilmiş və yüksək zövqlə təmir olunmuş bir evdə hörmətli dostlar. Girişdə sağ hissədə yerləşir böyük bir mətbəx sahəsi. Qeyd etdiyim kimi hər mərtəbəsi 120 kvadrat metrdir. Qapısının ağzına kimi asfalt yoldur dəyərli dostlar. Hündür böyük villalarla əhatə olunmuş bir ərazidir. Masazırda tam storun arxa tərəfi 6 nömrəli məktəbə çatmamış asfalt yolun üzərindədir. Hündür rütubətdən kənar qeyd etdiyim kimi möhtəşəm bir ərazidir. Ərazini bəyənməmək mümkün deyil. Qeyd etdiyim kimi ərazi yüksək, hündür, bağlı villalarına ait olmuş bir ərazi. Senter qurşaq çox nəhəng ölçüsü var. Buradan evin sizə zal hissəsini göstərin, baxın. Buraya evin zal hissəsi hardasa 40-50 kvadrat metrli bir zal hissə mövcuddur. Pilləkənin alt hissəsi qaraj sahəyə daxildən düşmək üçün də dəyərli dostlar. Birinci ilk olaraq evin əsas hissəsini sizlərlə tanış edeyim. Pilləkəninə kimi hər mərtəbəsinə kimi monolit betondur. Burada proyekt bu qaydadadır. Burada belə bir nəhəng yataq otağı, hər yataq otağının pəncərə və tilxətti çəkili panoraması düz yönlədir arxa tərəfdən. Hər otaqdan minimum 2 pəncərə düşür. Bura ikinci mərtəbənin sanitar qovşağı, duş kabin üçün hər iki mərtəbədə yer nəzərdə tutulub. Kupçalı evdə qazlı suyun işığın fasiləsi olduğu mərkəz kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidə qiymət 195 min manatdır. Buradan növbəti otağı göstərim, vaxtımız çoxalmamaq üçün. Çəkilişi qısa tuturum dəyərli dostlar. Ətrafı da göstərim, keçək. Sizə müsahisinə sizlər tanış edeyim. Dəyərli dostlar, bu hissə də qarajdır. Baxın, burada bir maşınlıq yer nəzərdə tutulub. Əlavə olaraq burada deməli bir ədəd ehtiyat otağı var, aşağıdan sizlərə göstərim. Bu hissələrin bir hissəsi betonlanıb, digər tərəfdə torpağı yatırmaq üçün beton su verilib, beton töküləcək.